Salam əziz izləyicici dostlar. Hal-hazırda qarşımızda qəşəng bir darvazamızı rəngləmişik. Müştərimiz üçün xeyirli olsun. 3 metr eni, 2.50 hündürlüyü olacaq darvazamızın. Çox gözəl bir dizaynda rənglənilib. Altından antipası vurulub paslanmasın deyənə. Üstündən sellozik boya ilə kraska çəkilib. Müştərimiz üçün xeyirli olsun. İç profilləri 2,5, 4'ün 4'ə yan profillər, şiveller 10'luq çərçivə, pətlələr 32'lik, list 3 adı ilə alılıb, təmizi 2.6, 2.7. Bəzəklər İran və Türkiyə bəzəkləri. Paslanmasın deyənə antipas vurulur bütün darvazalarımıza. Həmçinin bəzəklərin altları da rənglənilir. Burada da bala qapımızdır. İndi bunların üzərindən qızıl üzəri işləyəcəm. Oldu. Bizi izlədiyiniz üçün təşəkkür ederim. Minnətdarıq. Sağ olun.